Salam hörmətli izləyicilər. Biz hal-hazırda Mərkəzi Gömrük Hospitalının əməliyyatxanasındayıq. Pasientimiz 39 yaşında qadın, onun əməliyyatına hazırlaşırıq. Bizə pasientimiz diz oynağında uzun müddətli ağrılarla müraciət etmişdir. Çox saylı aparılan müalicələrə baxmayaraq hal-hazırda ağrıları davam edir. Biz onu müayinə etdik. Həm klinik, həm də maqnit rezonans tomografiyasını aparmaqla diz oynağının patologiyasını dəyərləndirdik. Məlum oldu ki, diz oynağında meniskus zədələnməsi və oynaqda eyni zamanda maye artıqlığı və həmçinin diz oynağının patologiyalarından hesab olunan və düzdür, tez-tez rast gəlinməyən suprapatellar plika deyilən bir patologiyaya rast gəldik və qərara gəldik ki, pasientimizi əməliyyat edək. Hal-hazırda pasientimiz əməliyyata hazırlanır. Əməliyyatımız qısa müddət ərzində icra olunacaq. Yəni əməliyyatın sürəsi 15-30 dəqiqə arası olacaqdır. Əməliyyat zamanı biz həm parsial meniskektomi edəcəyik, həm də suprapatellar plika olan, yəni plika dedikdə orada bir bağ olur kapsulda. Hansı ki, diz oynağının hərəkətlərindən maneəsizlik törədir və eyni zamanda ağrılara səbəb olur və nəticədə həmçinin oynaqda maye artıqlığına gətirib çıxara bilir, meniskus zədələnməsilə bərabər. Biz əməliyyatımızı icra etdikdən sonra xəstə stasionarda bir gün müalicədə olacaq, konservativ müalicəsi davam etdiriləcək və həmin gün aktivləşdiriləcək və növbəti gün pasientimiz ambulator müalicəyə göndəriləcəkdir. Diz oynağında meniskus zədələnmələri ən çox rast gəlinən patologiyalardandır. Bunların bir çox səbəbləri var. Həm travma səbəbləri var, həm də degenerativ dəyişikliklər nəticəsində yaranmış meniskus yırtıqları olur. Amma suprapatellar plikalar düzdür, posttravmatik hallarda da ola bilir. Bəzən isə səbəbi bilinmir. Amma suprapatellar plika, ümumiyyətlə oynaq daxili plikalar, yəni meniskus zədələnmələri ilə müqayisədə az rast gəlinir. Amma düzdür, həmişə əməliyyat olunmur. Hətta hər hansı bir simptom verərsə, ağrı verərsə, hərəkət məhdudluğu yaradarsa və oynaqda maye artıqlığına səbəb olarsa, artıq əməliyyata göstəriş ola bilər. Biz pasientimizin hal-hazırda əməliyyatına hazırlaşırıq və növbəti kadrları yəqin ki, əməliyyatda görəcəksiniz. Sağ olun.